Salam dəyərli kanal izləyicilərim, hər birinizi salamlayaraq izləyicilər sistemimizə qaldığımız yerdən davam edirik. Bugün sizinlə monitoring 7-ci sahına baxacağıq. İzləyicilərə keçməzdən öncə qeyd edim ki, bura qədər olan bir çox monitoring izahları, hətta informatika və riyaziyyat fənləri sınav izahları kanalımda yer alır. Kanalı ünlü olaraq keçdirib hər bir videodan yararlana bilərsiniz. İndi isə izahımıza başlayaq. Bölünəni 8 dəfə artırdılar. Qismətin 4 dəfə artması üçün bölünəni necə dəyişmək lazımdır? A bölü B bərabərdir C olsun. Bölünəni 8 dəfə artıran zaman 8A. Qismətin 4 dəfə artması üçün, yəni 8A bölü B bərabər 4C olmalıdır. Biz buradan B-ni tapmaq üçün 8A-nı 4C-yə bölməliyik. Buradan da B bərabərdir 2A bölü C. Deməli, biz böləni 2 dəfə artırmalıyıq. Doğru variantımız olur. C variantı. 27-ci sualımız 6 kilogram balığı 18 nəfər arasında bərabər böldükdə 6 böl 18, yəni 3-də 1 kilogram hərəyə düşəcək. Doğru cavabımız olacaq C variantı. 28. M-in hansı ən böyük natural qiymətində 13 bölü M kəsri düzgün olmayan kəsri? Düzgün olmayan kəsrlər hansı idi? Sürəti məxrəcinə bərabər və ya sürəti məxrəcindən böyük olan kəsirlər. Deməli, burada sürəti, bu kəsri düzgün edən qiymətlər, M-in qiymətləri 1-dən 13 daxil olmaqdadır. Ən böyüyü də 13-ün özü olacaq. Doğru cavab olacaq C variantı. İyirmi 9-cu sualımız. Aralarındakı məsafə 720 km olan şəhərlərdən qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinci avtomobilin sürəti 40, ikinci avtomobilin sürəti isə 50 km/saat olarsa, onlar neçə saatdan sonra görüşür? Deməli, hər ikisinin sürətlərini toplayırıq. 40, 50, 90. Ümumilikdə hər ikisi birlikdə 90 km/saat sərf ediblər, yəni sürət sərf ediblər. 720-ni də 90-a bölən zaman 8 saat edəcək. Yəni 8 saat sonra bunlar görüşmüş olacaqlar. Doğru cavab olacaq 29-da A variantı. 30-cu sualımız hesablayın Əkov və Əbub. 45 və 72-nin Əkovunu gəlin hesablayaq. 45 və 72. 45 və 72-nin ortaq bölündükləri ədəd neçədir? Yəni hər ikisinin ortaq bölündüyü ədəd 9-dur. 9-u qarşıya çıxarsam 45-i 9-a bölən zaman 5. 72-ni də 9-a bölən zaman 8 qalır. 5 və 8 necə ədəddir? Qarşılıqlı sadə ədəddir. Əkobları 40-dır. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. 9-u da 40-a vurarıq. 9 vurulsun 40, 360. 360 edəcək. Deməli, əkobumuz oldu 360. İndi isə 36 və 18-in əbobuna baxaq. Əbob elə 18-in özü olacaq. Çünki 36 18-ə qalıqsız bölünür. Deməli, 360-ı da 18-ə bölsək, əkobumuz 360 oldu. Əbobumuz isə 18. Cavabımız olacaq 20. Doğru cavab olacaq 3-cü sualımızda A variantı. 31-də tənliyə həll edin. Tənasübdür, çarpaz vurarıq və yaxud da buradan 4 ilə 24 ixtisara apararsınız, 6 qalar. 6 vurulsun, x çıxılsın, 1 onda 4 bərabərdir. X topla 2 onda 6. 2 mənfi yan yana dayan zaman çevrilir müsbətə. 6x çıxılsın, 8 onda 4 bərabərdir. X topla 2 onda 6. X-i kəsərəm 6x-in yanına 5x. 5x bərabərdir. 8 onda 4 demək, 8 onda 4, 2 onda 6-ın yanına gətirən zaman cavab olacaq müsbət 11. 11-i də 5-ə bölən zaman 2 tam onda 2 edəcək. Doğru cavabımız olacaq A variantı. Otuz ikinci sualımız. Atanın 50, oğlun 8 yaşı var. Neçə ildən sonra ata oğlundan 4 dəfə böyük olar? Ata oğlundan 4 neçə ildən sonra? Deməli, 8 topla x, 50 topla x. Hər ikisi eyni il artacaq neçə ildən sonra olduğu üçün. Yaşları eyni
ədəd qədər artacaq. Ata oğlundan 4 dəfə böyük olacaq deyirsə, 50 topla x bərabərdir 4 vurulsun 8 plus x. 50 topla x bərabərdir 32 topla 4x. X'i keçəlim 4x'in yanına 3x. 32'ni də 50'nin yanına keçirərəm. 50'dən də 32 çıxan zaman 18. 18 x də bərabərdir 6. Deməli 6 ildən sonra ata oğlundan 4 dəfə böyük olmuş olacaq. 30-cu sualımızda biz bilirik ki, eyni ədədin əkobunu əbobuna bölürüksə, həmin ədədlərin biz ortaq olmayan sadə qrupların hasilini yazmalıyıq. Yəni C ilə işarə edirdik yanında. Gəlin 90 və 150-nin 90 və 150-dən. Hər ikisində baxın 0 var, deməli 10 ortaqdır. Onu qarşıya çıxaracaq və 9 ilə 15-də də baxın 10'u çıxarsaq qarşıya qalır 9 və 15 hər ikisini 10'a böldüm. Daha sonra 9 və 15-də hər ikisində ortaq 3'dür. 3'ü də çıxarıram qarşıya vurulur 10'a 30. Və burada qalır 3 və 5. Baxın elə bu 3 və 5 hər ikisində ortaq olmayan sadə qruplardır. Bunların da hasili olacaq 15. Doğru cavabımız olacaq 33 və B variantı. 34'də diametri 20 cm olan dairənin sahəsinin 10-8 hissəsini tapın. Diametrimiz 20'dirsə, o zaman radiusumuz 10 olacaq. Dairənin sahəsi də pi kvadratıdır. Yəni 100 pi olacaq. 100 pinin də 10-8 hissəsini tapmalıyıq. 100 pi vurulsun 10-8'e bu da edəcək 80 pi. Doğru cavab olacaq. 34-cü sualımızda C variantı. Beşinci sualımız. Turist yolun 60%'ni getdikdən sonra 20 km qalıb bütün yolun uzunluğunu tapın. 60%'ni gedirsə, deməli 40% qalıbdır. Biz də 40% 20 olan ədədi axtarırıq. 20 vurulsun 100 bölünsün 40. Olacaq 50 km. Cavab olacaq D variantı. 36'da x, y, z ədədləri üçün aşağıdakılardan hansı doğrudur? Hər birini onluq kəsrə çevirsək, x olacaq 1/3. Y olacaq 1/33. Z olacaq 1/1000'də 130, 333. 1/1000'də 333. Təbii ki, burada ən kiçiyi x-dir. X, y-dən kiçikdir. Y də z-dən kiçik olacaq. Və yaxud da əksi verilib variantlarda z böyükdür y-dən, o da böyükdür x-dən. Yəni doğru cavab olur B variantı. 37. O y oxuna nəzərən hansı nöqtəyə çevrilir? Biz bilirik ki, hansı nöqtəyə çevrilir deyirsə, həmin koordinat olduğu kimi qalır. Digəri əksinə dəyişir. Yəni burada 3 olduğu kimi qalacaq. -8 əksinə dəyişəcək. Yəni cavabımız olacaq 8 və 3. D variantı. 38. Sürəti 15 km/saat olan yük qatarının 300 km yola sərf etdiyi vaxtda 60 km/saat sürətlə hərəkət edən sərnişin qatarı neçə kilometr qət edir? Sərnişin qatarı neçə kilometr qət edir? Deməli 15-ə 300-dürsə 60-a x olacaq. Buradan da x-i tapmaq üçün 60-ı 300-ə vurub 15'ə bölərik. 60 ilə 15 x-ə gedən zaman 4. 4'ü də 300'ə vuran zaman 1200 kilometr edəcək. Doğru cavab olacaq D variantı. 39'da x çıx 1/5. X düzbucaqlının sahəsini tapın. Deməli, biz bu sualda birinci x-i tapmalıyıq. X də perimetrindən tapmalıyıq. 2 vurulsun x topla x çıx 1/5 bərabərdir 17'yə. Buradan 2x çıx 1/5 bərabərdir 17'ni 2'yə bölərik. 8/5. 8/5. Buradan da 2x bərabərdir 10'a. X də bərabərdir 5'ə. X 5'dirsə, deməli bizim uzunluğumuz 5'dir. En isə 5 çıx 1/5. 5'dən də 1/5'ə çıxan zaman 3/5. Sahəni də tapmaq üçün 5'i 3/5'ə vurmalıyıq. 17/5. Doğru cevabımız olacaq D variantı. 40. sualımız.
29 x plus 17-dən kiçikdirsə, deməli x plus 17 29-dan böyük olmalıdır. Buradan da x böyük olmalıdır 12-dən. Bunu da ödəyən ən kiçik natural həlli 13-dür. 13-ün də 3 misli 39 edir. Doğru cavab olacaq A variantı. 41-də şəkilə görə A plus B neçə dərəcədir? Baxın, ortadakı bucaq 90 dərəcədirsə, bu da açıq bucaqdır, A və B bucağı. Yəni A plus B plus 90 bərabər olmalıdır 180. Buradan da A plus B cəmi 90-a bərabər olacaq. Doğru cavab olacaq B variantı. 42-ci sualımız. Oturacağınız radiusu 2 cm, hündürlüyü 4 cm olası silindrin yan səthinin sahəsi neçə santimetrdir? Silindrin yan səthinin sahəsi S-yan bərabər pi r h-dır. Yəni 8 pi olacaq. 2 vur 4 vur pi 8 pi olacaq. Doğru cavabımız olacaq D variantı. 43-cü sualımız radiuslar 2, 3, 4 nisbətindədir. Çevrə xaricdən bir-birinə toxunur və bu çevrələrin mərkəzlərini birləşdirən parçaların əmələ gətirdiyi üçbucağın perimetri 180 cm olarsa, böyük çevrənin radiusu neçə santimetr olacaq? Yəni bunu şəklini təsvir edək. 3 çevrə xaricdən bir-birinə toxunur və bunların mərkəzlərinin birləşdirən parçaların əmələ gətirdiyi üçbucaq. Deməli, böyük çevrə 4K, bu məsafədə 4K olacaq. 3K, 3K, 2K və 2K. Bunların cəmi 180 olmalıdır. Yəni 2 dənə 4K, 2 dənə 3K və 2 dənə də 2K, 8K, topla 6K, topla 4K bərabərdir 180. Buradan 18K 180-dirsə, K 10-dur. K 10 olacaq. Böyük çevrənin radiusu da 4K olduğu üçün 4 vurulsun 10, 40-a bərabər olacaq. Doğru cavab olacaq B variantı. 44-cü sualımıza baxaq. Verilənlərə görə OK məsafəsini tapın. Deməli, baxın, buradan çevrənin ixtiyar nöqtəsinə qədər olan məsafə radiusdur və 9-dur. Baxın, buradan bura qədər məsafəni biz 3 qəbul edək. 3 qəbul edirik. Daha sonra bu hissədə 3-dür. Və burada ümumilikdə oradan bu nöqtəyə qədər məsafə 9 olmalıdır. Artıq burada da 3, 3, 6. Deməli, burada 3 qalmış olur. Və ümumilikdə də OK məsafəsi 6 santimetrə bərabər olacaq. Doğru cavab olacaq B variantı. sualımız. Aşağıdakı hökmlərdən hansılar doğru deyil? 2 sadə ədədin cəmi sadə ədəddir. Xeyr, 2 sadə ədədin cəmi həmişə yəni sadə olmaya bilər. Məsələn, 2 ilə 3-ün cəmi 5-dir, amma məsələn 5 ilə 5-in cəmi 10-dur. Yəni həmişə doğru deyil. 2 mürəkkəb ədədin fərqi sadə ədəddir. Burada da yəni ola da bilər, olmaya da bilər. Yəni hökmən doğru deyil. Deməli, 1, 2, 2 mürəkkəb ədədin hansı mürəkkəb ədəddir? Bu doğrudur. Yəni, doğru cavabımız 45-də olacaq B variantı. Kvadratın daxilinə çəkilmiş çevrənin ən böyük vətəri 12 cm-dir. Yəni, həmin çevrənin diametri 12 cm-dirsə, kvadratdır. Kvadratın daxilinə çevrə çəkiləndə bu çevrənin diametri olur həmin kvadratın tərəfi. Yəni, ən böyük vətərdir, diametrdir. 12-dirsə, deməli, tərəfdə 12-dir. Perimetrdə 12 vur 4. 48-ə bərabər olacaq. 47-ci sualımızda 20% yanla 80 manata satılan mal 50% karla neçə manata satılır? Deməli, 20% yanla satılıbsa 80% götürürük. 80% 80 manatdırsa 50% karla, yəni 150% isə x manat olacaq. Burada da x-i tapmaq üçün 80-i 150-yə vurub 80-ə bölərik. 80'lər də ixtisar gedəcək. 80'lər də ixtisar gedəcək. X olacaq 150 manat. Deməli, 150 manata satılacaqdır. Son 3 sualımıza da baxaq.
Düzbucaqlı üçbucağın iti bucaqlarından birinə qonşu olan xarici bucağının dərəcə ölçüsü 110-dur. Deməli, xarici bucağının dərəcə ölçüsü 110-dursa, ona qonşu olan iti bucağı 70 dərəcə olacaq. Digər iti bucağı da tapmaq üçün 90-dan 70 çıxaraq 20 dərəcəyə bərabər olacaq. 40% 80 qram məhluldan neçə qram su buxarlandırmaq lazımdır ki, 80% məhlul alınsın? Deməli, əvvəlcə 80-in 40%-ni tapırıq. 80 vurulsun 40 bölünsün 100, 32. Qaydamız belədir ki, maddə bölünsün məhlul vurulsun 100%. Maddəmiz 32-dir. 32 bölünsün. Su da buxarlandırılan zaman ümumi məhluldan buxarlanır. 80 çıxılsın x. Bərabərdir 100-80. Buradan da iki sayılar aparsaq. 20-ni x tərəfələn zaman 5-də 4. 32 bölünsün. 80 çıxılsın x bərabərdir 5-də 4-ə. Çarpaz vurub tənliyi həll edək. 320 çıxılsın 4x bərabərdir 160. 4x bərabərdir 160-a. X bərabərdir 40. Deməli, cavabımız olur 40. 50 və sonuncu sualımız 7C sinifində 9 şagird rəqsə, 16 şagird idmana, 18 şagird isə riyaziyyat hazırlığına gedir. Bu sinifdə ən az neçə şagird ola bilər? Deməli, 9 şagird rəqsə, 16 şagird idmana, 18 şagird riyaziyyata gedir. Deməli, 16 ilə 18-i toplasaq 34 edəcək. 34-dən də 9-a çıxırıq. Nəyə görə? Çünki 9-u hər ikisinə gedə bilər ən az dediyi üçün. 34-dən də 9 çıxırıq. Nəticə olur 25. Doğru cavab olur 25. Bugünlük izahımız bu qədər. Ümid edirəm izahlar sizlər üçün faydalı olur. Əgər faydalı olursa, videonu bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Kanala abunə olmağı unutmayın. Növbəti video izahlarda